insanlardan mərhəmət hissi ölüb. Duyğusallıq ölüb, elə mənim olsun, mənim olsun. İki qardaş var idi, biri varlı idi, biri də heyvandarlıqla məşğul idi. Əkinçiliklə məşğul idi. Amma qardaş idilər. Biri zəngin, var dövlətin içində, biri də torpaqla məşğul, heyvandarlıqla məşğul. Günlərin bir günü həmən o kasıb, hansı ki torpaqla məşğuldur, heyvandarlıq məşğuldur, heyvanla məşğuldur, yatır, bir neçə saatdan sonra qardaşı, varlı qardaşı ona oyadır. Oyadanda həmən o kasıb adam deyir ki, qardaş, gərək məni yuxudan oyatmayaydın. Deyir, niyə? Deyir, mən yuxuda baxdım, gördüm ki, mənim xəzinələrim, mən böyük bir iş adamıyam, xidmətçilərim, nələrim, böyük bir ev, mülküm, malikanəm filan. Mən ayıldım, gördüm ki, hələ həmən adamam. Deyir, o zəngin qardaşı gülür, deyir, sən bunları yuxuda görürsən, mən isə real həyatda yaşayıram, belə təkəbbür, ego ilə deyir. Mən bunu real həyatda görürəm, mən bunu rahat yaşayıram, sən o yuxunu görürdün. Qardaşın mənası həmən o kasıb, qardaşın mənalı ifadə ilə qardaşına baxır, belə bir söz deyir, qardaş, əslində ikimiz də yuxu görürük. Sən də yuxu görürsən, mən də. Tək fərqimiz bilirsin nədir? Fərqimiz budur ki, mən gözümü açanda baxdım, gördüm ki, yuxudaymışam. Sən isə gözünü bağlayanda görəcəksən ki, heç nəyin yoxdur. Mən gözümü açıb görürəm ki, kasıbam, heç nəyim yoxdur, yuxulardaymışam. Sən real həyatda görürsən ki, var dövlət falan. Mən gözümü açanda görəcəm, heç nəyim yoxdur. Amma sən gözü bağlayanda görəcəksən ki, heç nəyin yoxdur.